Buyurun Vüsal, eşidirik sizi, efirdəsiz. Xoş gördük. Bəli, biz hazırda Qırğızistanda Çolpan Ata şəhərində İssiqgöl sahilindəyik və bir qədər əvvəl bu ölkədə dünəndən etibarən dövlət səfərində olan Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi baş tutdu. Dövlət səfərinin standartlarına, atributlarına uyğun olaraq gerçəkləşən bu qarşılanmadan sonra liderlər arasında təkbətək görüş, daha sonra isə Dövlətlərarası Şuranın iclası başladı. Bir qədər sonra isə mətbuat üçün açıqlama məhz burada gerçəkləşəcək. Hazırda məkanda son hazırlıqlar görülür və mətbuata açıqlamada liderlərin həm ikitərəfli görüşdə, həm Dövlətlərarası Şuranın iclasında hansı məsələləri diqqət mərkəzində saxladığına şahidlik eləyəcəyik. Hər bir halda artıq bilirik, Azərbaycan və Qırğızıstanın gündəliyi, müzakirə gündəliyi olduqca genişdir. Söhbət iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərindən gedir. Siyasi dialoq onsuz da dərinləşməkdədir. Sıx təmaslar, qarşılıqlı səfərlərlə müşahidə olunur. Münasibətlər və siyasi əlaqələr və Azərbaycan Prezidentinin dövlət səfəri də əslində qarşılıqlı maraqdan xəbər verir. Və şübhəsiz nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri bugün olduqca aktualdır, prioritet istiqamətlərdən biridir. Məsələ burasındadır ki, məhz orta dəhliz, hansı ki, həm Orta Asiyadan, Qırğızıstandan o cümlədən və Azərbaycandan keçir. Bu istiqamətdə bu dəhliz hazırda ən aktual marşrut olaraq nəzərdən keçirilir beynəlxalq yük daşımalar baxımından. Və Bakı-Tbilisi-Qars layihəsi, hansı ki, artıq yük aşırma qabiliyyətini Azərbaycan 1 milyon tondan 5 milyon tona qədər artırıb və prosesi davam etməkdə olan Bakı beynəlxalq Ələt limanının yük aşırma qabiliyyəti, hansı ki, 15 milyon tondan 25 milyon tona çatdırılmaqdadır. Bütün bu infrastruktura, o cümlədən avtomobil yolları, 9 beynəlxalq hava limanı və proses davam etməkdə olan Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, infrastrukturun qurulması və digər infrastruktur layihələri, rəqəmsallaşma, eyni zamanda tariflərin uyğunlaşdırılması ilə bağlı Azərbaycan və Orta Asiya ölkələri arasında aparılan dialoq və işlər yük daşımaların həcminin artacağını və bu artan həcmə bu ölkələrin hazır olacağını proqnozlaşdırmağa əsas verir. Və şübhəsiz Azərbaycan və Qırğızıstanın münasibətlərinin ruhunu, xarakterini həm də Qarabağın bərpasında qardaş ölkənin Qırğızıstanın iştirakı təsdiqləyir. Ağdamın Xıdırlı kəndində məhz Qırğızıstan dövlətinin maliyyəsi hesabına Azərbaycan xalqına hədiyyə olaraq inşa edilmiş bu məktəb qardaşlığın, dostluğun yaxşı nümunəsidir və gələcək nəsillərə ötürüləcək irs nümunəsidir. Belə bizim hələlik Qırğızıstandan İssiqgöl sahilindən bu saata çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Təşəkkür edirik Vüsal ətraflı məlumat üçün.